Salam. Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? DNAP Texnologiya Laboratoriyasının birinci məzun günü keçirildi. Zəfər qoxulu 5 il tamaşası səhnələşdirildi. Könüllülərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq üçün hansı işlər görülür? Ötən həftə Asan Xidmət Mərkəzlərinə 229.673 müraciət qeydə alındı. Asan Kommunal Mərkəzlərinə edilən müraciət sayı 11.226 oldu. Səyyar Asan Xidmət vasitəsilə 2.917 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 18.579 oldu. Ötən həftə ərzində vətəndaşlara 9.760 viza verildi. Asan ödəniş vasitəsilə 77.386 ödəniş həyata keçirildi. Asan Xidmətin Bilim Başı Mərkəzinin DNAP Texnologiya proqramının birinci məzun günü keçirilib. Mərasimdə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər. Bilim Azərbaycan layihəsinin rəhbəri Ahmet Köse DNAP Texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022-2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar. Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub. Asan könüllüləri Zəfər qoxulu 5 il tamaşasını səhnələşdiriblər. Şəhriyar adına Mədəniyyət Mərkəzində Asan Könüllüləri Təşkilatının Mədəniyyət Carçısı proqramı çərçivəsində 8 noyabr Zəfər günü həsr olunan Zəfər qoxulu 5 il adlı tamaşa təqdim olunub. Tədbirdə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, xalq artisti Hacı İsmailov, şəhid ailə üzvləri, Asan könüllüləri və digər qonaqlar iştirak ediblər. 25 Asan könüllüsünün iştirakı ilə hazırlanan səhnə əsəri vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərin əziz xatirəsini yad etmək və tarixi zəfərin əhəmiyyətini gələcək nəsillərə sənət dili ilə çatdırmaq məqsədi daşıyır. 600-ə yaxın tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif edilib və xatirə şəkli çəkdirilib. İndi birlik vaxtıdır. 5 il əvvəl biz tarix yazdıq. Qazanılan zəfər qürurumuzun, birliyimizin simvoludur. Öz amalı ilə digər marafonlardan fərqlənən Yaşad Xeyriyyə marafonu başlayır. Yaşad marafonu həmin birliyin, həmrəyliyin davamıdır. 6 noyabr 17:00-da İctimai Televiziyada yayımlanacaq Yaşad marafonuna sən də qoşul. Mənim cüzi məbləğim nəyə yarayacaq ki, fikrini unudaq. Çünki sənin, onun, hamımızın yaşatmaq üçün ianə etdiyimiz 1 manat birlikdə 100 milyon manata çevriləcək. Axı güc birlikdədir. Hər addım, hər dəstək qəhrəmanlarımız və gələcəyimiz üçündür. Fonda ianə etmək çox asandır. 8110 nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndər. Yaşad.gov.az saytına daxil olaraq onlayn ianə et. Ödəniş terminalları və bank tətbiqlərindən də istifadə edə bilərsən. Təşkilatlar marafona qoşulmaq üçün 8110 çağrı mərkəzi ilə əlaqə saxlaya bilər. Zəfərin 5 ili birlikdə daha güclü Azərbaycan üçün. Davam edirik. Asan könüllülərinin 2-ci regional karyera sərgisi baş tutub, tədbir 2 sayılı Gəncə Regional Asan Xidmət Mərkəzində keçirilib. Əsas məqsəd könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Ətraflı Dövlət Agentliyinin şöbə müdürü Nazilə Hüseynovadan eşidək. Tədbirimizdə xeyli sayda könüllülər, eləcə də regiondan olan tələbələr, gənclər iştirak edirlər və müxtəlif işə götürənlər burada öz vakansiyalarını təqdim edirlər. İnanırıq ki, tədbir faydalı olacaq və həm gənclərimizin iş tapması baxımından, həm işə götürənlərin öz kadr ehtiyaclarını təmin etməsi baxımından əhəmiyyətli nəticələr verəcək. Tədbirdə 40-a yaxın müəssisə və təşkilat tərəfindən ümumilikdə 100-dən çox vakansiya təqdim olunub. Karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işə götürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər.
Səyyar Asan xidmətin regionlarda fəaliyyəti davam edir. 27 noyabrədək Şirvan, Samux, Şabran, Astara, Ağdam, Ucar, Qax və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək. Səyyar Asan xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00, 14:00 arası isə nahar fasiləsidir. Belə, missiyamız xidmətlərin təşkilində müasir, innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.